Elə bir məmur tapılmır ki, şəhid analarına göz diyməsin. Ərləri ölüb də, ərləri ölüb də şəhid analarına təcavüz eləyirlər. Deyəcək, zorla eləmirlər. Zorla devlət binalarının qabağında eləyirlər. Şəhid analarına daxil, qazilər, şəhid anaları daxil. Azərbaycanda yaşama şansı qoymayıblar. Yaşamaq üçün ya gərək bədənini satasan, ya da gərək şərəfini satasan. Şərəfini, bədənini satmayan adama İlham Əliyev yaşama şansı qoymayıb. Bu götünü qumarda uduzan. Bu nə poxdur, nə də bilə ordu nədir. Bu kimdə? Bu daşşaq başıdır İlham Əliyev. Ölkə başçısı deyil İlham Əliyev. Daşşaq başçısıdır. İlham Əliyev nə bilir, onun başı ancaq bikinidən Məmədandan çıxır, şalvardan çıxır o. O kimdə, nə bilir, ordu nədir. Dədəsi Daşşaq Qırxan Əlirzadsa, babası Daşşaq Qırxan Əlirzadsa, həqiqətən Şamiyan piyan olub öz bacısına basıb, Heydər Əliyevi doğuzdurub. Bu da Heydərin, ya nə bilim, kimsə törəmə, hər nə poxdursa. Bu nə bilir, Əlirzad, Daşşaq Qırxan Əlirzad Birinci Dünya Müharibəsindən qaçdı mı? Qaçdı. Birinci Dünya Müharibəsindən. Heydər Əliyev Sümük Vərəviyi yazdıraraq, yaşını dəyişərək doğum tarixini 41-45 İkinci Dünya Müharibəsindən qaçdı mı? Qaçdı. İlham Əliyev Qarabağ Savaşı zamanı Türkiyədə qaçıb Ebru Gündeşin mamışını yalayırdı mı? Yalayırdı. Bunlar haçanla İlham Əliyevin ətrafında bir dənə savaşan adam var mı? İlham Əliyevin ətrafında bir dənə vuruşan adam var mı? Bir dənə savaşan adam var mı? Göstərin görün mənə, var mı? Biri də belli. Sən milli qəhrəmanın anasını söymüsən. Çıx, üzr istə. Mən də deyirəm, bu milli qəhrəman kim imiş? Sən demə, Mədət Quliyevin anasının ağzına vermişəm. Mədət Quliyevin. Sən demə, hələ oradaymış bunlar. Bir Türkün avtobus çatdı. Mədət Quliyevin hələ anası ölübsə, anasının gorunu da qayıracam. Nə milli qəhrəman, Əsl milli qəhrəman Mübarizdir, Poladdır, Raqovdur, Pəncəlidir və bu kim oğullardır? Əsl milli qəhrəman bunlardan da güclü milli qəhrəman. Bugün Əliyevlərə qarşı savaşanlar zindanda, ölkə daxilində, ölkə xaricində savaşan oğullardır milli qəhrəmanlar. Nədə? Mübariz İbrahimov, Polad, Pəncəli, onlar sağ olsaydı İlham Əliyevə qarşı çıxa bilərdilərmi? Bizə və quruca deyərlərmi ki, İlham Əliyev, xahiş edirəm, otellərində bu ərəblərə qızlarımızı satma otellərdə. Ərəblər yazıqdır, qızlarımızı otellərdə ərəblərə satma. Deyə bilərdilərmi? Erməniyə qarşı savaşmaq hər kişinin işidir. Bu, sürtük, dəyyus, cibriyyətsiz, haysiyyətsiz, onunku, bununku, bu şərəfsiz İlham Əliyevə qarşı savaşmaq hər kişinin işi deyil, nər kişinin işidir. Və bizim bu savaşda kişi qeyrətli qadınlarımız da var.